Əsl çörəklə yeyiləsi ləzzətli və doyumlu reseptlə gəlmişəm. Yay boyu ən çox hazırladığım yeməklərdəndir. Əti kub-kub doğrayıb kərə yağında qızardaq. Daha sonra üzərinə qaynar su əlavə edib yumşalınadək bişirək. Badımcanları təmizləyib gördüyünüz qayda ilə doğrayaq. Duzlu suda deyil, şəkərli suda gözlədək. Bəli, düz eşitdiniz. Şəkər tozu ilə badımcanların 1 qram belə acılığı qalmır. Üstəlik həm daha ləzzətli olur, həm də rəngi qaralmır. Kaş bu üsulu daha öncədən biləydim deyəcəksiniz. Yoxlayın. Acı suyunu atıb yuyub kağız dəsmala qurulayaq. Bitki yağında hər üzünü qızardıb artıq yağını kağız dəsmalıya çəkək ki, yeməyimiz çox yağlı olmasın. Ətin suyu çəkilib yağa düşdükdə üzərinə xırda doğranmış soğan və sarımsaq əlavə edib birlikdə biraz qızardaq. Daha sonra tomat pastası əlavə edib çiy qoxusu çıxanadək qarışdıraq. Qırmızı və yaşıl biberləri də iri doğrayıb bura əlavə edək. Ardından pomidorları da əlavə edib 2-3 dəqiqə qaynadıb son olaraq üzərinə badımcanları düzək. Duz, istiot və yarım stakan qaynar su əlavə edib qapaq altında ərzaqların dadı bir-birinə qarışanadək 7-8 dəqiqə bişirək. Bişənə yaxın yeməyi bir dəfə qarışdırıb üzərinə göyərti səpək. Sən necə də dadlısan. Badımcan sevməyənlər məncə çox şey itirib. Razısınız mənimlə?